Əziz və möhtərəm müsəlman qardaş və bacılarım, Quran və Quranilər haqqında danışacağıq. Uca Allah Quran-Kərimdə buyurur ki, əgər ona, Peyğəmbərə tabe olsanız, doğru yolda olarsınız. Yəni, bu İslamın da doğru yolda olmaq yolu sünnədən keçir. Əgər tabe olmasa, Peyğəmbər sallallahu əleyhi və səlləm özü Qurana əməl edən o idi. Qurana əməl edənlərin ən ucası, ən əfsəli idi. Yəni, bəzi insanlar deyirlər ki, bu məsələ haqqında, bunlar haqqında nə üçün danışırsınız? Niyə görə danışmayaq? Bunlar dini dağıtmaq istəyirlər. Bunlar Qurana, sünnəyə, sələflərin alimlərinə xilaf olan bir şey getirib İslamı dağıtmaq istəyirlər. Sən təkcə Qurana əməl etsən, necə namaz qılacaqsan? Onlar əsli odur ki, onlar şəriətə əməl olmağı istəmirlər. Onlar hətta heç Quranı oxumurlar. Quranı oxusalar, Quran-Kərimdə Allah Subhanahu taala buyurur ki, Fatihə surəsində "İhdinas sıratal müstəqim", bizi doğru yola yönəlt. O yola ki, nemət verdiyin şəxslərin yoluna. Kim nemət verdiyin şəxslər? Məhəmməd sallallahu əleyhi və səlləm. Yəni onların əqidəsi, onların fikirləri ziddiyyət daşıyır. Məsələnin həqiqəti odur ki, onlar şəriətə əməl istəmirlər. Doğru olan odur ki, biz onlara Quranı yox, Quranı deyirlər deməli. Onlardan çəkindirmək lazımdır. Onlara qulaq asmaq lazım deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, sizə iki şey qoyub getdim. Allahın kitabı və mənim sünnəm. Tək Allahın kitabını demədik. Peyğəmbər sallallahu əleyhi və səlləm hovuzundan qiyamət günü kim içəcək? Hansılar ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə əməl ediblər. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bilin ki, mənə Quran və onun mislində də bir kitab verildi. Yəni sünnə verildi.